Değerli izləyicilərim, sizlər üçün çox möhtəşəm bir mənzil təqdim edirəm. Şəxsi istifadə üçün ideal şəkildə təmir olunmuş. Öncədən qeyd edim, mənzilimiz tam əşyalı da satıla bilir, əşyasız halda da satıla bilir. Yəni istəyirsiniz, ayağınızın soyunun, girin bu mənzilə. Mənzil sahibi evdən heç bir şey götürmür. Elektronika daxil hər bir şey qalır. Mənzilin sənədi kupçadır. 51 kvadrat metrdən ibarətdir. Yerləşmə yeri Xırdalan şəhərinin tam olaraq mərkəzi. Heydər Əliyev parkına ayaqla 10 dəqiqəlik məsafədə. 3 nömrəli məktəbin tam olaraq yaxınlığında. Belə bir gözəl qonaq otağı, səliqəli şəkildə. Bütün əşyalar da yenidir, dəyərli izləyicilər. Çox az bir müddət mənzildə yaşayış olub. Mənzilin sənədi qeyd etdiyim kimi kupçadır, kupça əldədir, alqı-satqıya hazır şəkildə. Bina 8 mərtəbədən ibarətdir. Mənzilimiz yerləşir hündür 1-ci mərtəbədə və binanın yeraltı geniş avto dayanacağı var. Geniş həyət hissəsi var. Şlaqbaumlu girişi var. 24 saat mühafizə zonasında yerləşir. Dəyərli izləyicilər. Düzdür, binanın sürətli lifti də var, amma siz 1-ci mərtəbədə yaşadığınız üçün liftə təbii ki, ehtiyac yoxdur. Keçirik mənzilin digər hissələrini sizə tanış edim. Mənzilimizin əsas giriş qapısı. Giriş qapıdan daxil olduq, bizi qarşılayır belə bir dəhliz. Keramogranit olan hissələr hər biri isti döşəmədir. Təbii ki, mənzilin istilik sistemi, kombi sistemidir. Bütün kanallar 24 saat fasiləsiz olaraq verilir. Sağda sanuzel qovşağımızdır. Görürsünüz belə bir şəkildə. Mənzildə hal-hazırda mülkiyyətçi özü yaşayır. Müəyyən səbəblərdən satışa çıxardıb mənzili. Solda yerləşir mənzilimizin yataq otağı. Yataq otağının ölçüsü də əla bir şəkildədir, genişdir. Dəyərli izləyicilər, mənzilimiz həqiqətən də ideal bir mənzildir. Çox gözəl təmir olunub. Təmirində yüksək keyfiyyətli materiallardan istifadə olunub. Əşyalar da hər biri yenidir. Qeyd etdiyim kimi əşyalı və əşyasız şəkildə satılma imkanı var. Burada yerləşir mənzilimizin mətbəx hissəsi. Çox səliqəli, bahalı materialdan mətbəx mebeli yığılıb. Mətbəximizin də döşəməsi keramogranitdir. Qeyd etdiyim kimi tam əşyalı olaraq satılır və əşyasız şəkildə də satıla bilər. Mətbəxdən də eyvana çıxışımız var. Radnoy mətbəxdir, yəni qanuni mətbəxdir. Mətbəxə heç bir dəyişiklik olunmayıb. Dəyərli izləyicilər, ətraflı məlumat üçün kanalımıza abunə olursunuz. Bizi izləyirsiniz, satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.